Türkiye'nin yeni ağıllı silahı Baykar K-2 pilotsuz uçan aparatları resmen nümayiş ettirildi. K-2 kamikaze dronu öz sinfinde dünyanın en büyük ve en ağıllı pilotsuz uçan aparatı hesab edilir. Bu dronları rəqiblərindən fərqləndirən ən böyük özəlliyi beynindədir. Radioelektron mübarizə şəraitində K-2 dronları öz kameraları və süni intellektli görmə sistemi vasitəsilə relyefi tanıyaraq hədəfini tapır. Sadə dildə desək, düşmən xüsusi cihazlarla GPS sistemini sıradan çıxarsa da, dronlar uçmağa davam edir. Dronla əlaqə kəsilsə, süni intellekt fəaliyyətə keçir. Dron əvvəlcədən müəyyən edilmiş, fotosu yüklənmiş hədəfi tapıb məhv edir. Süni intellekt sayəsində K-2 dronları qrup halında bir-biri ilə koordinasiyalı şəkildə uça və hücum edə bilir. Bu isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasını çətinləşdirir. İranın Şahid 136 dronu 30-50 kiloqram, İsrailin Harod dronu 23 kiloqram sursat daşıya bilir. Bayraktar K-2 isə 200 kiloqram döyüş başlıqlı sursat daşıya bilir. Uçuş mənzili 2000 kilometrdən artıqdır. Saatda 200 kilometrdən yüksək sürətlə uçur. 13 saatdan çox havada qalır. K-2 sanki dron deyil, raketdir. Rəqiblərindən fərqləndirən cəhətlərdən biri də budur ki, hədəfi məhv etdikdən sonra geri qayıda bilir. Bu isə hərbi xərclərə xeyli qənaət deməkdir. Uçuş mənzilinin 2000 kilometrdən çox olması Türkiyənin çəkindiricilik gücünü qitlərarası səviyyəyə çatdırır. Ankaradan havaya qalxan dron şimalda Moskva və ətrafı, cənubda Efiopiya, Qırmızı dəniz, şərqdə İsrail və Körfəz ölkələri, qərbdə isə bütün Avropa və Atlantik okeanının sahillərinə qədər olan hədəfləri vura bilir. Qısa uçuş zolaqlarından qalxma və enmə qabiliyyəti var. Bu isə o deməkdir ki, istənilən avtomobil yolundan havaya qalxa bilir. K-2 dronlarının sursatı rəqiblərindən 50 dəfə ucuz başa gəlir. Məsələn, K-2-nin əsas rəqiblərindən hesab olunan Amerika istehsalı olan Tomahawk və ya bənzər qanadlı raketlərin bir ədədinin qiyməti 2-4 milyon dollar arasındadır. K-2 dronları isə eyni məsafəyə uçub, eyni dərəcədə dağıdıcı zərbə vura bilir, lakin istehsal xərcləri qat-qat aşağıdır.